Hətta bəzən imam bir meyar qərar verir. İnsanın vicdanını özü üçün bir meyar qərar verir. İmamdan soruşurlar ki, Ramazan ayında hansı xəstələr oruç tutmasın? Ki, Quran-ı Kərimdə Allah Taala iki dəstə barəsində buyurur. Bir səfərdə olanlar barəsində, bir də xəstə olanlar barəsində ki, oruç tutmasınlar. İmamdan soruşurlar ki, hansı xəstə oruç tutmasın? Mə həddul mərədilləzi yeftiru sahibə. Hansı kəsdir ki, orucunu yeyə bilər? Ramazan ayında oruc tuta bilməz. Hansı xəstədir o? İmam buyurdu ki, bəlil insanu alə nəfsihi bəsirə. İmam buyurdu ki, hər kəs özünü yaxşı bilir. Huvə aləmu bimə yətik. O bilir ki, onun gücü çatacaq, çatmayacaq. Bəzən şeytan vəsvəsə eləyir, insan özünü qorxudur ki, mən görürsən, oruç tuta bilərəm, ya yox, o başqa mövzudur. Amma xəstəliklə əlaqədar insan bilir ki, onun gücü çatacaq bu oruç tutmağa, ya yox. İnsan özünü tanıyır, özünə bələddir. Bu vicdan xüsusiyyəti nə üçün deyirik önəmli məsələdir? Nə üçün